Allahümme salli ala Muhammedin ve ali Muhammed. Rabbi yessir ve la tuessir. Sahhil aleyne ya Rabbel alemin. Bəhsimiz Məhdəviyyət bəhsi idi. Biz bəhsdə bu yerə yetişdik ki, artıq İmam Mehdinin rəvayətlər prizmasında çalışacağıq tanıyaq və bu bəhsdə çalışacağıq ki, Şiə və Əhl-i Sünnə arasındakı Mehdişünaslıqla bağlı olan müştərək sahələri bəyan eləyək. Görək bunlar arasında hansı müştərək cəhətlər var. Ümumiyyətlə, dini marifi dərk eləmək üçün İslamın mötəbər və əsli mənbələrindən biri Hz. Peyğəmbər sallallahu aleyhi və ali, həmçinin Əhl-i Beytin rəvayətləri və sünnəsidir. Bu sünnə və hədislər Qur'anla bərabər müsəlmanların dinin tanıtdırılmasında, həmçinin suallarının əksər hissəsinə cavab verməkdə çox böyük bir rol oynayıb. Hətta rəvayətlər Qur'anın hökmləri ki var, namaz, həcc, zəkat kimi furudindən bəhs eləyir. Onların marifi cəhətindən, daha da geniş izahı cəhətindən çox önəmli bir rola sahibdir və çox mühüm bir məsələdir. Hədislər, sünnələr, rəvayətlər. İndi Mehdişünaslıq İslamın ən köklü mövzularındandır və İslamın əvvəllərindən bəyan olub. Həmçinin bu bəyanla yanaşı müsəlmanların diqqət mərkəzində dayanıb. İslamın məsum rəhbərləri bu cərəyanın müxtəlif yönlərini bəyan eləməyə çalışırlar. Bu mədəni fəaliyyət Mehdişünaslıqla bağlı möhtəşəm bir maarif məcbusunu formalaşdırıb. İndi biz çalışacağıq ki, Mehdişünaslıqla bağlı hədislərə qısa şəkildə bir nəzər salaq. Qeyd etdik ki, İslami mövzular arasında Mehdişünaslıq qədər rəvayətə malik olan mövzular çox azdır. Yəni, Mehdişünaslıqla bağlı hədislərin sayı çoxdur. Hətta bəzi tədqiqatçılar rəvayət kitablarında bu mövzu ilə bağlı 2000-ə yaxın rəvayət toplayıblar. Həmçinin Əhl-i Sünnə mənbələrində də çoxlu sayda var və onların keçmişi məsum imamların zamanına qayıdır. İndi biz burada Mehdişünaslıqla bağlı qeyd olunan hədis mənbələrindən bir neçəsini burada gətirəcəyik. Deməli, Şiə Mehdişünaslıq mövzusunda ən önəmli hədis mənbələri bunlardır. Bunu bilmək hər tərəfli yaxşıdır ki, həm Mehdişünaslıqla mövzularda müraciət edəcəyimiz yeri bilək, həm də ki, bu barədə yazılan kitabları adı ilə tanış olaq. Birincisi Kafi kitabıdır ki, Məhəmməd ibn Yaqub Kuleyninindir. Məhəmməd ibn Yaqub Kuleyni Hicri qəməri 329-cu ildə vəfat edib. Bu Kafi kitabı Şiəliyin ən qədim və mötəbər rəvayət kitablarındandır. Bu kitabda müxtəlif İslami mövzular qeyd olunub. Onun bir hissəsi imamət və Mehdişünaslıq haqqındadır. İkinci kitab Əl-Qeybə kitabıdır. Məhəmməd ibn İbrahim ibn Əbi Zeynəbin kitabıdır. Nomani kimi məşhurdur, məşhurlaşıb bu addan. Nomani Şiənin 4-cü əsrinin əvvəllərindəki böyük ravilərindəndir. Bütün kitabları Mehdişünaslıq rəvayətlərinə həsr eləyərək 478 dənə hədis nəql eləyib. Üçüncü kitab Kəmalüddin və Təmamun Ni'mə kitabıdır ki, bu kitab Şeyx Səduq Məhəmməd ibn Əli ibn Babevih Qumminindir ki, Hicri qəməri 318-ci ildə vəfat eləyib. O da həmçinin Şiənin böyük alimlərindəndir. Kitabını İmam Zamanın göstərişi ilə qələmə alıb. Kitabın böyük hissəsi İmam Mehdi haqqındadır və bizim ən önəmli rəvayət mənbəmiz hesab olunur. Dördüncüsü Əl-İrşad kitabıdır.
Şeyx Mufid rəhmətullahi əleyhindir ki, Şeyx Mufidin vəfatı Hicri qəməri 413-cü ildədir. Həmçinin Şiənin böyük sütunlarındandır və Şeyx Tusi, Seyyid Murtəza və Seyyid Rəzi kimi böyük şəxsiyyətlərin də nədir? Ustadlarındandır Şeyx Mufid. Əl-İrşad kitabı məsum imamların, o cümlədən 12-ci imamın tarixi və fəzilətlərini özündə əks etdirir. Növbəti kitab Kitabul Qeybədir. Şeyx Tusinin Qeybə kitabıdır ki, Şeyx Tusi rəhmətullahi əleyh Hicri qəməri 460-cı ildə vəfat eləyib. Bu kitab Mehdişünaslıq mövzusunda Şiənin ən önəmli və ən kamil mənbələrindəndir. Niyə görə? Çünki həmin kitabda İmam Mehdinin varlığı, qeyb dövrü və zühuru, həmçinin zühurunun əlamətləri, imamın fəziləti və ənənəsi ilə bağlı əqli və nəqli dəlillər qeyd olunub. Həmçinin kitabın müəllifi də Şiə alimlərinin böyük şəxsiyyətlərindəndir. Onun təfsir və fiqh kimi başqa sahələrdə də dəyərli kitabları var. Həmçinin bunu da qeyd etmək yerinə düşər ki, böyük Şiə aləminin böyük mühəddisi mərhum Əllamə Məclisi də bu sözü gedən kitabların rəvayətlərinin məzmusunu öz dəyərli Biharul Ənvar kitabının 3 cildində toplayıb. Bunlar da 51, 52, 53-cü cildlərdir. Bunlar Şiə əqidəsində olan əsas kitablar idi Mehdişünaslıqla bağlı. Əhl-i Sünnənin də əhəmiyyətli kitabları var Mehdişünaslıqla bağlı ki, orada da hədislər qeyd ediblər. Nümunə kimi qeyd eləsək, deyə bilərik, məsələn, Həmbəli məzhəbinin rəhbəri Əhməd İbn Həmbəlin Müsnəd kitabı, Əbu Davudun Sünən kitabı, Tirmizinin Sünən kitabları, bunlar Sihah-ı Sittə adlanır. Yəni Sihah-ı Sittə kitabın məzmusudur. Bunları misal göstərmək olar. Həmçinin bəzi əhl-i sünnə alimləri də var ki, Mehdişünaslıq haqqında ayrıca bir kitablar yazıblar. Məsələn, Məhəmməd İbn Yusif Gənci Şafii ki, bu Hicri qəməri 658-ci ildə vəfat edib və bir kitab qələmə alıb ki, adı da Əl-Bəyanu fi Əxbari Sahibə Zaman adında məşhurdur. Müasir tədqiqatçılardan bir qismi bu ki, qeyd elədik, Şiə və Sünni mənbələrində məhdəviyyətlə bağlı olan hədis kitabların, ümumiyyətlə müasir tədqiqatçılardan bir qismi bu hər iki məzhəbin rəvayətlərini Mu'cəmu Əhadisul İmamül Məhdi adı altında toplayaraq qələmə alıblar. Təbii ki, dövrümüzdəki ən yaxşı hədis kitablarından biri Ayətullah Safi Qulpeykaninin qələmə aldığı Muntəxəbul Əsər kitabıdır. Ağa Şiə və Əhl-i Sünnənin 157 rəvayət kitabından müxtəlif mövzularda nəzm və ardıcıllıqla 922 rəvayət toplayıb. Bu dəyərli kitab Mehdişünaslıq sahəsində araşdırma aparan tədqiqatçıların ilkin ehtiyaclarına cavab verə bilər. Amma bununla yanaşı önəmli bir məsələni də nəzərə almaq lazımdır ki, Mehdişünaslıqla bağlı rəvayətlərdən faydalana bilmək üçün bəzi hövzəvi biliklərə yiyələnmək, ərəb dilindən xəbərdar olmaq, bunlar zəruri şərtlərdir. Həmçinin bu saf mənbədən istifadə etməklə yanaşı müəllim və ustaddan ehtiyatsız olduğumuzu da düşünməməliyik. Çünki bizim fikirləşdiyimiz kimi sadə bir məsələ deyil Mehdişünaslıq məsələsi. Növbəti mövzumuz Mehdişünaslıqla bağlı rəvayətlərin xüsusiyyətləri mövzusudur ki, bu mövzunu bilmək, onlarla tanışdıq, bu sahədəki araşdırmaları daha da dəqiqləşdirib asanlaşdıra bilər. Yəni, həmçinin o həzrətlə bağlı maarifə yol tapmaqda da yardımcı ola bilər. İndi Mehdişünaslıqla bağlı rəvayətlərin bəzi xüsusiyyətləri indi qısa şəkildə qeyd edəcəyik inşallah. Birincisi budur ki,
mövzunun müxtəlifliyi və rəngarəngliyi var. İmam Mehdinin həyatı digər imamların həyatından fərqlənir. Həzrətin həyatında başqa imamların yaşayışında olmayan, məsələn, gizli şəkildə dünyaya gəlməkdir, uzun müddətli qeyb dövrüdür, qeyb dövründə insanların vəziyyətidir. Həmçinin o həzrətin uzun ömürlü olması, dünya miqyaslı hakimiyyəti, ədaləti, əmin-amanlıq və s. kimi xüsusi şərtlər olubdur və olmaqdadır. İzah və təfsirə ehtiyac duyulan bu cür müxtəlif prizmaların hamısı məsum imamların mehduşnaslıqla bağlı rəvayətlərinin müxtəlifliyinə gətirib çıxarıb. Həqiqətdə məsum imamlar əleyhissalam insanların müxtəlif sahələrdə imam zamana olan məlumatını təmin etməyə çalışıblar. Müntəxəbül Əsər kitabında imam zamanla bağlı mövzular qeyd edilib, hər bir mövzu ilə əlaqədar rəvayətlər də nəql olunubdur. İkinci fərqlilik məsumların kəlamlarında mehduşnaslığıdır. Bu mehduşnaslığın ən önəmli mövzularından biri budur ki, Peyğəmbərdən tutmuş İmam Mehdiyə qədər ki, bütün məsumların bu mövzu haqqında söhbəti var. Hər biri bu mövzuda bir söhbət açıb. Mucam-ı Əhadisül İmamil Məhdi kitabında hər bir məsumun rəvayəti ayrıca qeyd olunub. Həmçinin bu da var ki, bu mövzuda Peyğəmbərdən nəql olunub ən çox hədislər. Qeyd edirlər ki, 560-a qədər rəvayət var Həzrət Peyğəmbərdən bu mövzuda nəql olunan hədislər. Deməli, rəvayətlərin bu qədər çox olmağı bir tərəfdən imamlarımızın mehduşnaslıq mövzusuna əhəmiyyət verərək onu canlı saxlamağa çalışmasını göstərir. Başqa bir tərəfdən də müsəlmanların bu mövzu haqqında sual-cavab etməkdə maraq göstərdiklərini bildirir. Yəni, ümumiyyətlə, müsəlmanlar da bu mövzuda çox maraqlanırdılar, çox sual-cavab eləyiblər ki, məsumlar bu barədə hədislər qeyd eləyiblər. Başqa bir məsələ mehduşnaslıqla bağlı hədislərin raviləridir. Hər iki mənbədə, yəni həm Şiə, həm Əhl-i-Sünnə mənbələrində mehduşnaslıqla bağlı rəvayətlərin geniş bir məzmusu var. Bu rəvayətlər təqribən Peyğəmbərin 60 səhabəsi tərəfindən nəql olunub və nadir mövzular haqqında bu cür olunub. Önəmli məsələ burada budur ki, ravilər arasında Peyğəmbər Əhl-i Beytinin böyük bənzərsiz şəxsiyyətləri və o həzrətin tanınmış səhabələri də yer tutublar. İndi o ravilərdən bir dəstəsini burada qeyd edəcəyik inşallah. Deməli, Əmir əl-Möminin əleyhissalamdır. Xanım Fatimə Zəhra salamullah əleyhadır. İmam Həsəndir, İmam Hüseyndir. Əbu Zərdir, Əbu Zər Qəffari, Salman Farsi, Əmmar Yasir, Cabir ibn Abdullah Ənsari, hətta Peyğəmbərin vəfatından sonra imamət və xilafət məsələsində Əhl-i Beytlə fərqli mövqeyə malik olan səhabələr də burada yer alıblar. Həmçinin Osman ibn Əffan da var. Bu cür şəxslər də bu raviləri təşkil eləyirlər bu mövzuda. Başqa mövzu mehduşnaslıqla bağlı rəvayətlərin etibarı mövzusudur. Ümumiyyətlə, hər hansı bir rəvayət mövzusunun dəyəri, yəni onun dəyərlik xüsusiyyətlərindən biri həmin mövzuda nəql olan rəvayətin səhih olmasına əsaslanır. Bu xüsusiyyət həmin rəvayətin qəbul olunma səbəbidir və nəticədə o mövzunun əsalət və mötəbərliyi sayılır. Həmçinin biz bu yöndən baxsaq, mehduşnaslıqla bağlı rəvayətlərin sayının çoxluğu və mənbələrinin əsl və qədimliyi nəzərə alanda, onun haqqında səhih rəvayətlərin çox olması da buradan anlaşılır. Önəmli məsələ burada budur ki, Əhl-i-Sünnənin böyük şəxsiyyətlərindən əksəriyyəti mehduşnaslıqla bağlı rəvayətlərin səhih olmağını etiraf eləyiblər. Həmin səbəbdən İmam Mehdinin qiyam edəcəyinə etiqadlı olmağı dinin məlum məsələlərindəndir.
O cümlədən nədir? Vacibatlardan da sayıblar hətta. Demək olar ki, bəzi əhl-i-sünnə alimləri mehdişünaslıq əqidəsinin müdafiəsi və onu inkar edənlərin tənqid olunması məqamında kitab və məqalələr də hətta yazıblar. Bunlar elmi bəyanatlar və rəvayətlərin şahidliyi əsasında İmam Mehdinin cərəyanının qəti və inkar olunmaz hesab ediblər. Misalını vursaq, məsələn, Məhəmməd Siddiq Məğribi mehdişünaslıq rəvayətlərinin zəif və qeyri-mötəbar olduğunu göstərməyə çalışan İbn Xəldunun yazdığı əsərin əleyhinə bir kitab yazıb, ona ciddi şəkildə iradlar tutubdu hətta. Başqa bir məsələ mehdişünaslıqla bağlı rəvayətlərin başqa xüsusiyyəti onların mütəvatir olmasıdır. Həmin hədisin ravilərinin sayı bəzən o qədər çox olur ki, bu çoxluq onların sözünün yalan olması ehtimalını hətta sıfıra endirir. Belə olduğu halda həmin hədisin məsum imamlardan nəql edilməsinə əmin oluruq. Bu məsələ əhl-i-sünnənin Qurtəbi, Maliki, İbn Həzər, Əsqəlani və Suyuti kimi böyük alimlərinin onu etiraf etdiyi nadir hallardandır. Başqa bir məsələ budur ki, Şiə və əhl-i-sünnə rəvayət mənbələrini mütaliə edəndə görürük ki, məhdəviyyat mövzularında ortaq cəhətlər var. Yəni həm əhl-i-sünnədə qəbul olunub bu məsələlər, həm əhl-i-şiədə ki, bunları indi hədislərin hamısını qeyd eləmək bəhsdən xaric eləyər bizi. Ona görə adların qeyd eləyərik mövzuların ki, bu barədə hədislər var. Deməli, birincisi İmam Mehdinin dünya miqyaslı hökuməti və beynəlxalq ədalətidir ki, bu əhl-i-sünnə və əhl-i-şiədə ortaq cəhətdir. Hər iki tərəfdən də qəbul olunmuş, etibarlı bir sənəddir. İkincisi, Həzrəti İsa'nın səmadan yerə enməsi məsələsidir. Üçüncüsü, Beyda ərazisində Süfyani qoşununun yerə batmasıdır. Dördüncü məsələ, Mehdi Peyğəmbərin itrətindən və Fatimənin nəslindəndir olma bəhsi. Bunlar hamısı ortaq məsələlərdir. Beşincisi də İmam Mehdinin Peyğəmbərlə eyni adam malik olması. Bu mövzular istər şiə mənbələrində olsun, istər əhl-i-sünnə mənbələrində olsun, bunlar rəvayətlərdəki ortaq cəhətlərdir. Dərsin xülasəsini bu cür eləyə bilərik. Mehdişünaslıqla bağlı rəvayətlər qədim zamanlarda şiə və əhl-i-sünnənin kitablarında nəql olunub. Biz bəhsdən bunu anladıq ki, qədim zamanlarda hər iki əqidədə kitablar yazılıb, mənbələr qeyd olunub. Başqa məsələ bu idi ki, Numaninin Əl-Qeybət, Şeyx Səduqun Kəmalüddin, Şeyx Tusinin Əl-Qeybət və Ayətullah Safi Qulpeykaninin Muntəxəbül Əsər kitabları mehdişünaslıqla bağlı ən önəmli hədis kitablarıdır. Digər məsələ budur ki, bütün müsəlmanların mehdişünaslıqla bağlı hədisləri var. Səhabələrin təqribən 60 nəfəri mehdişünaslıqla bağlı hədis ravisidir. Əhl-i-sünnənin 180 nəfər hədis ravisi bu rəvayətləri öz kitablarında qeyd edir. Deməli, Peyğəmbər və məsum imamlar öz səhabələrində İmam Mehdinin xüsusiyyətləri, həyat dövrü, zuhurun əlamətləri, qiyamın necəliyi, Həzrətin hökumətinin əsas prinsiplərini aydın şəkildə qeyd ediblər. Sonuncu məsələ budur ki, Peyğəmbərlə eyni adam malik olmaq, Xanım Zəhranın nəslindən olmaqlığı, hakimiyyətin dünya miqyaslı olması, ədalətinin kütləviliyi, həmçinin onun zamanında Həzrəti İsa'nın səmadan yerə enməsi, bir də qeyd etdik ki, Beyda ərazisində Süfyani qoşununun yerə batması kimi məsələlər müsəlmanların hədislərindəki müştərək məsələlərdəndir. Yəni burada heç bir fikir ayrılığı yoxdur. Vəhdət var burada. Bu mövzularda müştərəklik var. Bu günlük bəhsimiz bu qədər kifayət eləyər inşallah. Elhamdülillahi Rabbil aləmin.